Salam millət. Bugün Puzadan deneme 14 suallarına baxırıq. Deməli, ilk sualımızda A və B sırası cəm formasında verilib, B-nin A-ya bölünməsini bizdən istəyir. Yəqin ki, burada bir ortaq nəsə yaratmaq lazımdır. Məsələn, yuxarı sıradan görür ki, 4-ün vuruqları gedir. 4-dən azı ortaq vuruq çıxartmaq olur. Onda yazarıq B bərabərdir. 4-ü götürsək qalar 1 vurulsun 2. Üzərinə gəlinsin. Həm 4-ü sanki, həm də başqa bir şey götürmək lazım ki, digər sırayla eyni şey yaransın. 4-ü də və 2-ni də götürək. Həm 4-ə ortaq vuruq çıxsın. 1 vur, 4 vurulsun, 2 kimi olsun. 4-ü və 2-ni ortaq vuruq kimi götürək. Buradan 4 gedəndə yerinə 1, digərlə 4-ün də ikisi geçsin, 2 qalsın deyə. İkinci hissədən 8 və 6-dan 4-ü gedəndə 2, 6-nın ikisi geçsin 3. Baxın, bu məntiq yaranır. Üzərinə gəlsin nöqtə nöqtə, 72-dən 4-ü gedir 18, vurulsun 38-dən də ikisi gedir 19. Yəni, yuxarıdakı A sırasını tam olaraq yaratdıq. Baxın, bu hissə ilə bu hissə birəbir eynidir. Onu da gətirib biz yerinə yaza bilərik ki, B bərabər 4 vurulsun, 2 vurulsun A. Yəni, B-nin yerinə 8A yazmaq mümkündür. Deyir ki, B-ni A-ya böl. Yəni, 8A bölünsün A-dan da. A-larımız ixtisar gedər, sonunda da qalar 8. Yəni, D variantı. 47-də taban puanı düşmür. Buna baxaq. Deməli, neyiniblər? C-ni gətirib bu sıraya vurub 9-18 yaradıblar. Oradan tam bir şey görünmür, amma ən azı bunu təsəvvür edə bilərik ki, 3-ü nəyə vuranda sonu 8-lə bitər. C-nin yerinə 6 qoymaq olar. Başqa bir şey varmı ki, 18-dir. Başqa bir şey 16-ya getməyə heç ehtiyac yoxdur. C-yə 6 versək, 6, 3, 18, 1 yadda. Sonra 6-nı 9-18 ilə birbaşa 6-ya bölüb ABC sırasını tam yığmaq olar. Gəlin bunu bölək. 9-18-i 6-ya bölürük. Bir dəfə, çıx 6. Buradan qalıq 3, 1 gəlsin 5 dəfə, 30, 18-in də içində 153. Deməli, bu sıra 153 olub. A-B-nin 3-ü də özü verib. A-nı, B-ni tapdıq. 1 budur, 5 budur. C-mizi 6 tapmışıq. D-yə gələk. 4 sırasını bura vurub düzsək. 4 vur 3, 12, 1 yadda. 4 vur 5, 20 üstə 1, 21, 2 yadda. 4 vur 1, 4. Üzərinə də 2 gəlsək 612. Bu da aşağı düşsə 8, 1-in üstə 2 gəldi 3, 9, 1, 0, 7. Deməli, 7038 yekun cavabımızda. D-nin də yerində 3 dayanır. Bunları da toplasaq bizə verər nə? 6, 6, 12, 15. Toplamı 15 Y variantı. 49-a keçək. Faktorialların ixtisarı. Birincisi x faktorialının x-3 faktorial ixtisar gedir. Yerində qalır x, gerisində x-1, bir addımda gerisində x-2. Onda nə eləyə bilərik buradan? X vurulsun x-1, vurulsun x-2. 4 faktorialı da birbaşa 24 vurulsun 30 kimi hesablasaq, o 720 verir. Yerinə də gəlin elə variantdan rəqəm qoyaq da. Ən az orada bir 10 olmalıdır. Məsələn, x-in yerinə 10 qoysaq 720 hasil üçün danışıram. 10 vur, ondan 1 çıxanda 9, ondan 2 çıxanda 8. Baxın, 720-ni yarada bilirik. Deməli, x-in yerinə elə 10 qoymaq bəs eləyirmiş. A variantı. 50-ci sualımızda ortaq vuruq çıxardırıq. Faktorialların toplama çıxmasını görəndə. Yuxarıdan 8 faktorial götürsək, qalar 9 vur 10, çıxılsın 6. Məxrəcdə 42 vurulsun 7 faktorial. Bu 7 faktorialla 8 ixtisar gedir, yerində 8 qalır. Sürətimiz 8 vurulsun, 90-dan 6-sı gedir, 84 bölünsün 42. Buradan 2 dəfə, 8-də 2-yə vuranda 16 C variantı. 51. Ortaq vuruq çıxardaq çarpanlara ayırmanın misalıdır. A kvadratı götürsək, birinci kəsirdən A plus 2 qalır. Aşağıdan 2 minus A və 2 plus A kimi parçalaya bilərik. Və digərində bu bölmənin də yerinə vurulsun tərsin yazaq. A kvadrat aşağıya düşsün. Bu hissədən də A-nı ortaq vuruq çıxarsaq, A minus 2 mötərizəsi qalar. İxtisarlara baxaq, A kvadratı götürər. A minus 2 ilə 2 minus A ixtisar gedir, amma yerləri dəyişikliyə bir mənfi saxlayırıq. A plus 2-lər də bir ixtisar gedir, sonunda da cavabımız qalır mənfi A. O da Y variantı. 52-sinə baxaq. Bunları məsləhət deyil, x-in əvvəlcədən köklü versiyasının yerinə qoyasınız. Çarpanlara ayırma kimi baxanda bu zaten bir düsturdur. X kub çıxılsın 1-in yığılışıdır. Yıxsaq biz. X-in də yerinə gətirib yazsaq 3-cü dərəcədən 2-nin kubu çıxılsın 1. Kubla kök gedər. 2-dən də 1 çıxanda sonunda qalar 1. Y variantı.
53-də. Bunu eyni məxrəcə gətirsək yaxşı olar ki, çarpanları ayırmanı görək. X kvadratımız ortaq, sürət olur x kvadrat çıx x çıx 6. Bölü, burada da x kvadrat ortaq, 2x'in kvadratı çıx 7x üzərinə gəlsin 3. Buradan V7-dən köklərinə gəlin ayıraq. Hasili 6, 2 ilə 3-dür. Toplamı müsbət 1 olsun deyə mənfi 2, 3. Digərindən isə tablo üsulu ilə parçalasaq, 2x və x-in hasili kimi, buradan da 1, 3 hasili. Toplamı mənfi 7 olsun deyə burada mənfi 1, burada mənfi 3 qoymaq olar. Mənfi 6x-in mənfi x, mənfi 7x-i verir. V7-dən fərqli olaraq tabloda deyirik ki, əks işarə ilə götürmürük. Onda misalımıza aşağıdan yenidən mötərizələri yıxsaq, əks işarə ilə V7-də gəlir. X plus 2, x minus 3, x kvadrat. Bölməyin yerinə vurma yazıb tərsinə çevirək. Aşağısı da olsun 2x çıx 1, yanında x çıxılsın 3. Yenə də yazın, bu V7-dir. Bu tablo üsuludur. Qarışdırmayaq. Sonra ixtisarlara baxırıq. X kvadratlarımız gedər. X minus 3-lərimiz gedər. Sonda x plus 2 yuxarıda, 2x minus 1 də aşağıda. B variantı. 54-cü sualımız. Burada kökün altında bu 30 hissəsi zincirləmə formasında davam edirsə, biz deyirdik ki, ardıcıl 2 ədədin hasili kimi göstəririk. 5 vurulsun 6 kimi. Əgər toplana gedirsə, böyük olanı, çıxıla gedirsə, kiçik olanı götürürük. Onda kökün altında x plus 6 bərabərdir 5. Bunu da həll eləmək üçün hər tərəfi kvadrata yüksəldirik ki, kök getsin. X plus 6 bərabərdir 25-ə, kvadrat kökü aparar. X də olar 19, yəni A variantı. Sonra gələk 55-ə sadə hesablamadır. 8 bölü 2, 4 çıxılsın 8, üstə gəlsin 12. Çıxılsın 15-də 5-ə böləndə 3. 4-dən 8-i gedir, nə olur? Mənfi 4, üstə gəlsin 12, müsbət 8. Səhv hesablamadım. Mənfi 4, müsbət 8-dən də 3 çıxanda 5. B variantı. 56 oran-orantı tipli misallardan 2 bərabərləşdirib müqayisə edə bilərik. Məsələn, birinci ilə ikincini bərabərləşdirsək, fikir verin, B-lər gedər. A bölü 3 bərabərdir C bölünsün 2 kimi baxsaq. A-ya 3K, C-yə 2K demək olur. Sonra isə B ilə, BC ilə AC-yə baxsaq, bu dəfə də C-lərimiz gedər. Qalar B bölü 2 bərabərdir A bölü 4. Bizdə A-nın cavabı var axı 3K. Gətirib sağ hissədə yerinə qoysaq, onda olar B bölü 2 bərabərdir 3K bölü 4. İxtisar getsin. B-miz də bərabər olsun 3K bölü 2. A, B, C hər biri tapıldı. Bizə də müqayisə lazımdır. Əgər A müsbətdirsə, məlum məsələ hamısı müsbətdir. 3K 2K-dan böyükdür. A, C-dən böyükdür. 3-ün də yarısı burada 1/5K edir axı. Ən kiçikləri də B-dir. Sıramız belə və yaxud da ki, sağa doğru baxsa, A, C, B formasında. A, C, B. B variantı. Keçək 57-yə. Üslü funksiyadır. Bunu loqaritma ilə yox, sadələşdirmə ilə açıq. Belə yazarıq. 2 üstü x vurulsun 2 bərabərdir 5 kimi. 2 üzəri x bərabər olur 5 bölü 2. Digərində 2 üstü x bölünsün 2 kimi yazsaq. 2 üzəri x-in yerinə 5 bölü 2, bir də bölü 2 köçürdürük. Bu da olar 5 bölü 4. Yəni D variantı. 58. Kvadratik tənlik V-yə gedəcək yəqin ki. Çarpaz vursaq, x1 vurulsun x2 deyir 2-yə bərabərdir. V-yə tətbiq eləmək üçün bütün sıranı 3-ə bölürük. Yəni olur x kvadratı üzərinə gəlinsin n plus 1 bölü 3 yanında x çıxılsın n plus 4 bölünsün 3 bərabər 0. Bizə də köklərin hasili dediyi şey həmişə bu sondakı ifadədə olduğu kimi işarəndə dəyişmirik. Onda yazırıq mənfi n plus 4 bölü 3 bərabərdir 2-yə. Çarpaz vuranda n plus 4 bərabərdir mənfi 6-yə. M də olar mənfi 10. Bu da bizdən elə M istəyir A variantı. Sonra 59-a baxırıq. Adi kəsirdə simmetriya mərkəzinə fikir versək. Yəni biz burada kəsir olaraq bunu qəbul edirik. 3-də 1 bölünsün 5 kimi, çıxılsın 1 bölü 5-də 3 kimi. Bunu çaşdırmaq üçün çox vaxt verir. 3-də 1 vurulsun tərsi 5-də 1, çıxılsın 1 vurulsun. Bunun da tərsi 3 aşağı 5 yuxarı. 15-də 1, çıxılsın 3-də 5. Eyni məxrəci də gətirsək 15-ə. Bura 5 qalar. 1 çıxılsın 25. Bu da verir mənfi 24 bölü 15.
3'ə ixtisar eləyək. 8, 5. Mənfi 8 bölü 5. Sonra 60-da mümkün qədər formula yoxşatmaq lazımdır. 2 ilə işiniz olmasın. Kök altını parçalayıb kök 2 və kök 3-ün hasili kimi yazmaq olur. Kvadratları cəmi də bu 5-i verirsə, onda biz kökün altında kök 3 çıxılsın kök 2-nin mötərizə kvadratı kimi yazırıq. Kök 2 çıxılsın kök 3 buradadır. Kvadrat kökü silir. Bunu modulda çıxartmağınız yaxşı olar. Siz əlinizi öyrəşdirin, amma əvvəlcədən mən kök 3-ü qarşıya vermişdim deyə bir problem olmur. Bu hissəsi müsbət də olduğu kimi çıxır. Kök 3 çıx kök 2, məxrəcdə kök 2 çıx kök 3. Yerləri dəyişik deyə ixtisar gedir, yerində qalır mənfi 1. D variantı. Sonra gəlir kümələr. Bunları bir-birinin içində çəkək. Deməli, C küməsi ən böyükdür. Sonra içində bir A küməsi var. Bunun da içində B küməsi var. Bu da olsun B. İndi A'nın içində 2 element, B'nin içində 5 element var. Burada biraz düz gəlməyəcək. Necə olur ki, hamısı C'nin içindədir. Və daha doğrusu, B ilə A'nın mən yerini dəyişik yazmışam. Sorry, bunu gəlin düzəldək. B gəlir, sonra A gəlir. Deməli, bura B olsun. Digəri A olsun. Və içində düzəldək. İndi nə deyir bizə? A'nın içində 2 element. B'nin içində yekunda 5 element varsa kənarına 3 qalır. Çünki 2 ilə 3-ün toplamı 5 olsun deyə. C'nin də içində yekun 9 element varsa 9-dan da 5-ini çıxarıq. Bunun da kənarına 4 element qalır. İndi deyir C'dən B'ni çıx. C'dən gəlib B özünə aid olanlar çıxsa, 5 dənə çıxsa, bu qıraqda 4 dənə element qalır. Üstə gəlsin. B'dən də A'nı çıxmaq B'nin bu kənarı deməkdir. Bunu da yerinə 3 element yazırıq. Yekun olur 7 dənə element C variantı. Sonra 62. Mutlaq dəyər neyniyərik? 2-ni birinci ortaq vuruq çıxardaq. X minus 1 üzərinə gəlsin. 2 vurulsun 1 minus x bərabər 6-ya. Əgər modulların içi eyni və yer dəyişikdirsə, 2 dənə şərt gözləyirik. Misal, əgər bizə şərt verməyibsə, x 1-dən böyük olsa nə olar? X 1-dən kiçik olsa nə olar? 1-dən böyük olsa birinci modul müsbət, ikinci modul mənfi çıxır. Aşağı ilə geçsək, 1-dən kiçik olsa birinci modul mənfi, ikinci modul müsbət olur. Bunlara fikir veririk. Onda buranın müsbət, buranın mənfi qəbul ediriksə, x minus 1 çıx 2, üstə gəlsin 2x bərabər 6-ya görə açır. Çünki bu mənfi sürüşməlidir qarşıya. Bunu da həll edirik. 3x bərabərdir 9-a, x çıxdı 3 birinci tənliyə görə. İkinci ilə həll eləsək, buranı mənfi, digərini müsbətlə işarələyib, mənfiyə görə qarşıya verib açsaq, mənfi x üzərinə gəlsin 1, üzərinə gəlsin 2 çıxılsın 2x bərabərdir 6-ya, mənfi 3x bərabərdir 3-ə, x bərabər mənfi 1, kökümüz də buradan çıxır. 3 və mənfi 1-dir. 2 dənə cavabımız var. Yəni, bu iki cavab aralıq deyil. Aralıq olmamaq üçün 3 və mənfi 1-i biz belə göstərməliyik. Bəzəkli mötərizələrlə 3 və mənfi 1 kimi. Yoxsa qarışacaq. Mənfi 1, 3, baxın, Y variantındadır. Mən də yerini dəyişik yazmışam. Loqaritma sizə düşmür. Funksiyanın tərsi. 64-də baxaq. Q funksiyasıdır. Birinci bunu eyni məxrəcə gətirək. Görək bu fx-ımız neymiş? Bərabərdir. Bunu eyni məxrəcə yox, çarpanları ayırmaqla açsaq daha yaxşı olar. Yəni, x minus 2, davamında x kvadrat üzərinə gəlsin 2x, üzərinə gəlsin 4. Məxrəcdə də eyni ifadəmiz var. Bir qəşəng ixtisarımızı görərik. Üzərinə gəlsin 2. Buradan da x minus 2 üzərinə gəlsin 2 olur x. Yəni, gəlib kənarda yazaraq ki, fx bərabərdir x. Buna deyilər birim fonksiyon. Birim fonksiyonun tərsi də elə özünə bərabər olur. F üstü mənfi 1x da x-ə bərabərdir. Yəni, C variantı. Sonra keçək 65-imizə. Burada məsələ nədir? F-in içində 1-i hesablamaq lazımdır. Parçalı fonksiyonda şərtə baxırıq F1 olmağı, baxın, x bərabər 1 yuxarıda ödənir. Onda biz burada F1-i hesablasaq, 1-in kvadratı çıx 3, bizə verir mənfi 2. Yəni, bu hissənin yerinə mənfi 2 köçürsək, F-in içərisində mənfi 2, bu da aşağıdakı şərti ödəyir, mənfi 2 olması. Yəni, x 1-dən kiçik mənfi 2 var. Bu da bərabər olar, bu hissədə yerinə qoysaq, 2 vurulsun mənfi 2 üzərinə gəlsin 4,
-4 üzərinə gəlinsin 4. Bu da verər bizə 0. D variantı. 66 trigonometriyasizlik deyil. Adi dövrün açılmasıdır. 9'da 1 A üzərinə gəlsin 9'da 2 B bərabərdir 9'da 7 B'yə. B'lər yan yana gəlsə 9'da 1 A bərabərdir. 7'dən ikisi geçsin 9'da 5 B. 9'ları açsaq A bərabər 5 B yazmaq olar. Sonra A'nın yerinə 5 B köçürsək B'lər ixtisar gedər, qalar 5 Y variantı. Loqaritmasizlik deyil. Kvadratik fonksiyonumuz V-ə gedək. Birinci hər tərəfi 2'yə bölürük, olur x kvadratı, çıxılsın 4x üzərinə gəlsin 8b bərabər 0. V-ə görə x1 üzərinə gəlsin x2'miz 4'dür. x1 vurulsun x2'miz isə 8b'dir. Bu bizim V-dən alınanlarımız. İndi bizə həm hasilə, həm cəmi yan yana vurmaq istəyir. İndi x1 vurulsun x2'nin yerinə gətirib yazaraq 8b vurulsun toplamın da yerinə 4 bərabər -128. B də bərabər olur 4'ə bölsəm 32, 32'ni də 8'ə bölsək -4. B'si tapıldı. A variantı. Keçək 70 trigonometriya, limit, teorema, trigo, logaritma. Gəlir geometri suallarımız. Deməli, bir yamıq verib, trapeziyamız var, paralelliklər var. Məsafələr də hamısı məlum, bizə bunun alanını tapmaq istəyir. Yəqin ki, bunu hündürlüklə də getmək olar, bucaqlarla da getmək olar. Yerinizə olsun, bucaqlarla eləyirəm. Buradakı birinci Z qaydasına görə bura alfa yazsaq, burada çarpaz köçür alfa. Bu bizə nə qədər kömək eləyər? Ortaq bir tərəfimiz gəlir, çıxır. Yaxşısı elə yuxarıdan aşağıya bir hündürlük endirək. Hər halda sahə üçün istifadə edəcəyik. Buradan da bir hündürlük gəlsin. Buradan da bir hündürlük gəlsin. O 13 aşağıya köçür. Kənarları bilmirik nədir. Məsələn, M və N nöqtəsi deyək. 26'dan 13'ü getdi. Yerdə qalır 13. Məsələn, bura x yazsaq, bura olur 13 minus x. Bu hündürlüklər eynidir deyə 2 dəfə Pifagor yaza bilərik. Yəni h kvadrat üstə gəlinsin. 13 çıxılsın x-in mötərizə kvadratı bərabərdir 25'ə. Bir dəfə də h kvadrat üzərinə gəlsin x-in kvadratı bərabərdir 12'nin kvadratı 144'ə. Buradan tərəf-tərəfə h kvadratları silək ki, x ilə bağlı bir tənliyimiz olsun. Yuxarıdan aşağıya doğru açsaq 169 çıxılsın hasilin kimisi 26x üzərinə gəlsin x kvadrat çıx x kvadrat bərabərdir 25 çıxılsın 144'ə. X kvadratlarımız gedər, qalar 26x'i sağa ataq. 169'dan 144 çıxılırmı? Yox, toplanacaq. Nəysə, bunu da bu kənarda hesablayacaq məcbur. 144'dən 25'i geçsin. Qalsın nə? 9, 3'dən 2, 1, 119. Bu 119'umuz mənfidir. 169'un yanına gəlində toplanır. Üstünə gələk 119. 8, 6, 7, 8, 288. Buradan da hər halda bölünür. Amma qalıq qalacaq sanki. Kökdə qalır. Yapacaq bir şey yox. 2'yə bölsək 13, 2'yə bölsək 144. Bu niyə belə oldu? Heç xoş bir şey olmur. Eyb yoxdur yazaq. 144 bölünsün 13. X'i tapdıq. X'i tapandan sonra məsələn burada yerinə qoyub hündürlüyü tapmaq lazımdır. H kvadrat bərabərdir 144 çıxılsın x kvadrat. Yəni 144 çıxılsın 144'ün kvadratı bölünsün 13'ün kvadratı. Heç xoş deyil. O da bərabərdir 13'ün kvadratında 144 vur 169 çıx 144'ün kvadratı. O da bizə versin bərabərdir 144'də ortaq vuruq çıxarsam 169 çıx 144 bölü 169. O da olur 144 vurulsun 25 bölünsün 169. Kök çıxacaq çıxmağına amma yaxşı bir şey olmur. 12 vur 5 bölünsün 13. Hündürlüyümüz bu. Gələk kənarda yazaq. H bərabərdir 12 vur 5 60 bölü 13. Bizim hündürlüyümüz bu. İndi sahəni də tapanda alan da bərabərdir. Oturacaq 26 vurulsun hündürlük 60 bölü 13. Bir dənə də bölü 2. Bunu da hesablayanda 26 ilə 13 ixtisar gedir 2 dəfə. Bu ikilər də bir getsə yekun sahəmiz olar 60. C variantı. Sonra 78'də
bir çevrəmiz var. Teğetdə toxunandı. Birincisi çevrəyə bir nöqtədən gələn bu toxunanlar bərabərdir. Bura qədər də gətirib 4 yazmaq olar. Bu 9'u da digər 9'dan eyni götürə bilirik. Burada 9. Sonra nə istifadə eləyək? Toxunanın kvadratı bərabərdir. Kəsənin kvadratı ilə də getmək olar. Trapesiya da yaratmaq olar əslində. Bu 4'ü qarşıya çəksəm, 4 qarşıya köçər, 5 qalar. Baxın. Bu 4, 9'dan 4 getdi, 5. Sonra bu üçgənə fokuslansaq, Pifagordan 13, 5, bu məlum məsələ 12. Bu 12 də qarşıya köçür. Elə bizdən AB-ni istəyir, 12C variantı. Gələk 79'a, buralar bir təmizləyək. 79'da nədir məsələ? AD DC bərabər, deməli burada bir medianımız var. AH3 gördük. DK5 gördük, hündürlüklər. Buradan yola çıxaq ki, uşaqlar, əgər bu oturacaq eyni bölünürsə, buranın sahəsi ilə buranın sahəsi eyni olur. Yəni, kənarda qeyd etmək lazımdır ki, ABD, SABD bərabərdir BDS'nin sahəsinə. Sırf oturacaqlar eyni bölündüyünə görə. Və bunun da sahəsini tapmaq üçün nə edirik? ABD-nin sahəsi üçün 2'də 1 AH-dan, AH bölünsün 2 qaydası ilə. Yəni buradan BD tərəfimiz vurulsun 3, bölünsün 2. Bərabər olmalıdır. Digərinin oturacağı BC-dir. BC vurulsun 5, bölünsün 2. Bu 2'lər gedər. Qalar nə? Onsuz da BD-nin BC-yə nisbətini istəyir. BD-ni 5K, BC-ni də 3K qəbul edib gətirib burada bölsək, 5K bölü 3K, K-larımız da ixtisar gedər, qalar 5'in 3'ə nisbət bizdən istədik, yəni budur. D variantı. Sonra 80'ə baxaq. Bu sualdan bir dəfə Cerrahpaşada, bir dəfə yox, əstəğfurullah, 2 dəfə Cerrahpaşada və İTÜ-nün əvvəlki qəbullarında işlədiblər. Qəşəng sualdır bu. Bir kare verib, laf yaxşı. Karenin hər tərəfi bərabər olduğunu diqqətimizdən qaçırtmayaq. Burada bir 90 dərəcəmiz olduğunu göstərək. Digərdə düzgün altıgən. Altıgəndə hər tərəfi bərabərdir. 120, 30, 30 xassəsi var həmçinin. Bizə nə lazımdır? FHY-nin alanı. YD-ni verib 4. Hanı bizim YD-miz? 4'dürsə, deməli bu altıgənin hər tərəfi 4'dür. Və bu altıgənin bu tərəfi də 4'dürsə, deməli karenin də hər tərəfinə biz 4 yaza bilərik. Bu 4'ləri yazırıq. 120, 30, 30 xassəsinə görə bu hissəmiz olur 4 kök 3. Sonra nəyimiz var? 120'dən 30 gedir 90. İndi bu sahəni hesablamaq üçün bu katet vurulsun bu katet bölünsün 2. Buranı bir 4 göstərək. Onu da yazırıq ki, SFHY bərabərdir 4 vurulsun 4 kök 3 plus 4 bölü 2. AB bölünsün 2 qaydası ilə. 2 ilə 4 ixtisar gedər. Vurub açsaq da 8 kök 3 plus 8 verməlidir. C variantı. Bu deneme de burada bitti. Sağ olun. Görüşərik.